Salam, hər vaxtınız xeyir olsun dəyərli şagirdlər. 9-cu sinif üçün 5 aprel tarixində keçirilmiş imtahanın analiz videosunu təqdim edəcəm sizə. Çünki sualları incələyəndə bir neçə məqam çox diqqətimi çəkdi. Deməli, imtahanda istifadə olunmuş 25 dənə sualın 11 ədədi indiyənə qədər imtahanda istifadə olunubdur. Hətta maraqlı məqam ondan ibarətdir ki, bu sualların sırf 7 dənəsi 2022-ci ilin deməli imtahanda düşüb, yəni 2022-ci ildə istifadə olunubdur. 8 ədəd yerdə qalan sualların 8 ədədi test toplusundandır. 9-cu sinifin test toplusundandır. 3 ədəd 11-ci sinifin test toplusundan düşüb. 3 ədəd isə yeni sual var. Mən bu sualların hər birini hansı sual hansı ildə düşüb, test toplusunda neçənci sual, onların hər birini burada qeyd etmişəm. Qısaca onların hər birini sizə təqdim edəcəm. Baxın, 57-ci sual deməli test toplusunda var. Oxşar sual 101-ci sualdır. Diqqətlə baxarsınız. Sonra 58-ci sual həm test toplusunda var, həm də ki, baxın, hətta 2 dəfə düşüb bu sual. 2019-cu və 2022-ci illərdə oxşar sualda düşüb. Sonra 59-cu sual eyni ilə 2022-ci ildə düşübdür. Yəni suallara baxa bilərsiniz. 60-cı sual deməli 11-ci sinifin test toplusundan düşüb. Burada qeyd eləmişəm səhifə 15-37-ci deməli səhifə 15-37-ci sualdır. Yəni sadəcə olaraq onun oxşarı var orada. Düzdür, 9-cu sinifin test toplusunda da var bu sualdan, amma biraz bunun sadə variantları var. Eynən bu tip 11-ci sinifin test toplusunda var. 61-ci sual da 9-cu sinif test toplusunda yoxdur belə bir sual. Deməli 11-ci sinifin test toplusunda buna bənzər sual var. Sonra 62-ci sual 2021-ci ildə düşmüş bir sualdır. Yəni istəsəz həmin ilin sualına baxa bilərsiniz. Sonra 63-cü sual 11-ci sinifin test toplusunda var. Diqqətlə baxa bilərsiniz. Səhifə 68-də ikinci sual eyni ilə bu sualdır. Sonra 64-cü sualın mən baxdım, yəni heç bir yerdə bu suala rastlamadım. Düzdür, oxşar var, yəni tam da bu deyil. Yəni bunu mən yeni sual kimi qəbul elədim. Çünki eynən belə bir tipli sual görmədim. Sonra 65-ci sual deməli test toplusunda 9-cu sinifin test toplusunda eynən var. Səhifə 126-da 40-cı sualdır. Daha sonra burada 66-cı sual deməli test toplusunun ilə birinci sualıdır bu sual. Oxşar var. Hətta 2025-ci ildə də yəni bu sualdan düşüb. Yəni çox sadə sualdır əslində. Sonra 67-ci sual. 67-ci sualda topluda var. Səhifə 48-də 70-78-ci suallar eynən bunun kimidir. Daha sonra bu sualın oxşarı belə çox düşüb. Hətta bu sualın özü 2022-ci ilin 2022-ci ildə istifadə olunmuş sualdır. Həmin ilin buraxılışına baxanda baxa bilərsiniz. Daha sonra bu funksiyaya aid sual deməli tipi çoxdur. İmtahana da çox düşür. Yenə baxa bilərsiniz 2022-ci sualda həmin sualın özü istifadə olunub. Daha sonra kubun neçə tili var? Toplunun birinci sualıdır. Düzdür, indiyə qədər imtahana düşməyib. Sadəcə olaraq test toplusunda birinci sual eynən bundur. Bu sual ehtimal sualıdır. Elə çətin deyil əslində. Sadəcə olaraq yəni bu tip yox idi hələ ki topluda. Yəni çətin deyildi. Düzdür, şagirdlər çətinlik çəkə bilər, amma yazmaq olardı. Yəni elə də çətin tipli sual deyil. Daha sonra bu sual oxşarı var. Deməli topluda 9-cu sinifin toplusunda 31-ci səhifə 31-də 84-cü sualdır. Sonra bu çoxluq sualı da əslində eynən bunun tip yox idi topluda belə bir sual. Bunu yeni sual kimi qeyd eləmişəm. Amma düşünürəm ki, elə də çətin sual deyildi. Yəni biraz məntiqlə düşünsək məncə yazmaq olardı. Sonra bu qum saatına oxşar olan sual, oxşarlıqla bağlı olan sualdır. Bu sual demək olar ki, çox düşür. Topluda da var bu sualdan oxşarı. Hətta 2 dəfədə həm 2022-ci ildə, həm də 2024-cü ildə
bu sualın eynən özü yox, oxşarları imtahana düşüb. Yəni oxşar deyəndə sadəcə olaraq rəqəmləri fərqlidir. 75-ci sualın tərsi. Yəni necə yəni tərsi? Burada məsəl üçün ADM-i verir, dərəcə ADM-i soruşur. 2022-ci ildə bu sual düşüb, ADM-i verib digər tərəfləri istəyir təbii ki. Yəni bu sualın eynən oxşarıdır. 75-ci sual 2022-də düşüb. Sonra 76-cı sualın eynən özü imtahanda istifadə olunub 2022-ci ildə. 77-ci sual deməli səhifə 72-də 149-cu sualdır. Hətta bu sual elə bir ki 77-ci sual orada topluda olan sualdan nisbətən asandır. Çünki topluda biraz onu sadələşdirəndən sonra belə bir hal yaranır. Yəni ortaq vurğu mötərizə xaricinə çıxartdıqdan sonra. Amma burada daha sadədir. Yəni burada da bilirik ki bu köklü ifadənin mənfi müsbət olmasına baxmaq lazımdır ki, yəni bərabərçiliyin işarəsi dəyişir yoxsa dəyişmir. Hə, bu 78-ci sual da, yəni istifadə olunmuş bir sualdır. Uşaqlarla çox işləmişik belə bir sualı. 2023-cü ildə istifadə olunub. Orada sadəcə olaraq deməli o da 3 bölünsün 4 nisbətindədir. Sadəcə olaraq o deməli sualda 99 ağac demişdi. Burada 85 ağac deyir. Hə, 79-cu sual bu səhvdir dediyimiz sual. Eynən belə bir sual yoxdur. Nə 11-ci sinifin toplusunda, nə 9-cu sinifin toplusunda. Sadəcə olaraq biz trapesiyanın oxşarlığına aid çox sual işləmişik. Yəni düzdür, orada şəkil üzərində çox işləmişik bunu. Yəni bunu da yazmaq olardı. İndi Dövlət İmtahan Mərkəzi yəqin ki bununla bağlı bir açıqlama verəcək. Bu sualın səhv olması, yəni şagirdlərin çox da xeyrinə hesablanmayacaq düşünürəm. Çünki yekun nəticəni alan şagird üçün təbii ki doğru bir cavab kimi götürüləcək. Əgər şagird bu sualı boş qoyubsa, yəni ən azından orada şəkli çəkib verilənlər üzərində qeyd edib bəlli bir tərəfi tapıbsa və yaxud oxşarlığın xassəsini istifadə edibsə ona bal verəcəklər. Yox, yəni çox soruşursunuz ki, bəs bu sual nə olacaq? Yəni onun üçün deyirəm ki, kimsə bu sualı boş saxlayıbsa, yəni ona bal verilməyəcək düşünürəm. İndi yəqin ki, Dövlət İmtahan Mərkəzi daha da dəqiq açıqlama verər. 80-ci sual test toplusunda 9-cu sinifin test toplusunda səhifə 44-də var 114-cü sual. Buna oxşardır, amma tam bunu kimi deyil. Amma 11-ci sinifin test toplusunda səhifə 45-də 40-cı sual. Demək olar ki, bununla eynidir. Sadəcə biraz rəqəmləri fərqlidir. Buna bənzər sual 11-ci sinifin imtahanında da istifadə olunubdur. Daha sonra bu 81-ci sualımız, bu tip sualdan da biz çox istifadə etmişik. Burada biz ən çox, məsəl üçün, çevrənin tənliyini yazıb, biz çevrənin radiusunu tapırdıq, çevrənin uzunluğunu tapırdıq. Yəni biz sadəcə olaraq bunun oxşarlarından istifadə etmişik. Yəni bizə tənlik veriləndə onun diametrini, radiusunu və yaxud çevrənin uzunluğunu hesablaya bilirdik. Sadəcə olaraq burada biraz da fərqlidir. Çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapır. Məncə radiusu tapandan sonra həmin kvadratın sahəsini də tapa bilərik. Ən azından çevrənin radiusunu tapa bilirsinizsə, ona da bal verilə bilər. Belə, yəni bu videonu sizə deməli təqdim etməkdə məqsədim ondan ibarətdir ki, hələ qarşıda 2 dənə buraxılış imtahanı var. Əziz şagirdlərimiz, yaxşı olar ki, indiyənə qədər imtahana düşmüş bütün sualları hər birini bir-bir analiz eləyəsiniz, bütün testləri yaxşıca işləyəsiniz. Yəni test toplusundan kənara çıxmağa çox da ehtiyac yoxdur. Elə test toplusunun özünü siz yaxşı mənimsəsəniz, imtahanda da düşünürəm ki, yaxşı nəticə göstərəcəksiniz.